Sizdən xahiş edirik ki, YouTube və TikTok kanalımızı dəstək olun. Dəstəyiniz üçün minnətdarıq. İsrailin İrana hava zərbələrindən sonra İran, İraq və İsrail hava məkanlarında tətbiq olunan uçuş məhdudiyyətləri səbəbindən 13 beynəlxalq aviaşirkətə məxsus təyyarələr uçuşların təhlükəsiz şəkildə davam etdirilməsi məqsədlə Heydər Əliyev beynəlxalq aeroportuna ehtiyat enişi ediblər. Xarici kirlilərin məlumatlarına əsasən ehtiyat enişi edən bəzi reyslərdə erməni əsilli Rusiya Federasiyası vətəndaşları da olub. Pancomi TV reporta istinadən xəbər verir ki, məsələ ilə bağlı Heydər Əliyev beynəlxalq aeroportunun mətbuat xidmətindən bildirilib ki, bütün sərnişinlərin təhlükəsizliyi və rahatlığı təmin edilib. Onlara beynəlxalq aviasiya qanunvericiliyinə uyğun xidmət göstərilib. Hazırda mövcud məlumata əsasən ehtiyat enişi etmiş reyslərin yarıdan çoxu artıq uçuşlarına davam edib. Digər reyslər üzrə isə koordinasiya prosedurları beynəlxalq standartlara uyğun şəkildə davam etdirilir. Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı Ərising Lione əməliyyatını həyata keçirib. İsrail hərbi hava qüvvələri xüsusilə İranın hərbi və nüvə obyektlərinə zərbələr edindirib. Nəticədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Sepah rəhbəri, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə sahəsi üzrə alimləri həlak olub. Bundan başqa, hücumlar nəticəsində İranın mülki əhalisi arasında da ölənlər var. İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi bildirib ki, İranın nüvə və ballistik raket potensialının məhv edilməsi əməliyyatı bir neçə gün davam edəcək. Öz növbəsində İranın baş qərargahı İsrailə cavab zərbələri endirilərkən heç bir məhdudiyyət qoyulmayacağını bəyan edib.